Kia Carnival istəyənlər 1.6 hibrid 2026-cı il. Maşın X modeli, yəni full versiyadır. 8400 yürüyüşü var. 65.000 dirhəmdən 17.500-dən çıxacaq. Maşın solu təmizdir. Qabaq hissəsində zədəsini göstərəcəm. Burada elə bir neysə ehtiyat hissələrindən var. Bəli, bamperi falan burada göstərir. Buradadır. Bamper falan içindədir. Bilmirəm, tam sağlam deyək. Yaxını göstərərəm. Bax, məsələn, birinci kırılası yoxdur. Maşın. Gəlin görək nəyə var, nəyə yox. Bax, bamperin bu başı təmizdir. O bir başı qırıqdır. Nəysə, uzun sözün qısası. İndi olanlar burada, içində olanlar bəlli. Olmayanları da ki, almaq lazımdır. Bu qabağında hibridin siqnal verən o buradadır. Şeyşüləri buradadır. Nəysə, uzun sözün qısası full komplektasiyadır. Ən full versiyasıdır. Belə. Amma luk yoxdur da, yəni. Luku yoxdur. Getdik. Maşının qabaq hissəsində, bax, radiator falan var. Radiatorda belə əziyi var. Qabaq şiverlər falan salamatdır. Qabaq 2 fara, bufer mütləqdir. Kapotda bax, bu iş görülməlidir. Neysə, bax, belə göstərim, o tərəf kırıladan. Belə göstərim, bax, kabin, hamısı salamat bunlar. 1.6 hibrid. Kimə maraqlı olsa, bin kodunu da çəkirəm. Bu da bunun bin kodu. İli də 2026. Deməli, qardaşlar, belə bir Y350, yəni Y350, Y350-dir. 12.054 dollardan satışa çıxacaq. Maşının probegi 138.000, 2 motor. Luku var, bəli. Maşının aerobakatı, maşın var, bu böğrü, bir böğrü. Demək olar, axıracan hər yer, burada da belə bir şey var. Bir böğrü işlənməlidir. Maşının yan aerobak var, hətta burada da görürsünüz, burada işlənməlidir. Damında heç nə yoxdur, damına yəni toxunulmayacaq. Ancaq baba bu stoykanın yuxarısı bir də böl göstərdiyim, indi qabağından da göstərdim. Maşın o tərəf sizenik aerobak, bu tərəf sizenik aerobak, rullu aerobak, plazma pribordandır və bu tərəf yuxarı aerobak. Yəni 1, 2, 3, 4 aerobakı atıb maşının. Şeyə görə 360'ı yoxdur. Maşının qabaq farası dəyişilməlidir. Bu tərəf tam sağlamdır. Var, 360'ı da var. Bu da bunun VIN kodu. Gözün. Bu da bunun VIN kodu. Canım bilən ilində deyimsə, 750 isə bu 2019'da da olacaq. Bəli, 19, bu VIN kod da burada. Plazma ilə də yenə deyirəm. Bulmesi falan hamısı var. VIN'i 20'dir. 12.000 dollardan satışa çıxacaq. Deməli, qardaşlar, 2 motor CL 350 hər saat düşən maşın deyil. Həqiqətən ideal bir maşındır sizə təqdim edirəm. Qabaq kifara yoxdur, buferi yoxdur, bəllidir. Maşın sağ, sol, bez kraska. İstəsəniz burada paketə də, AMC paketə də yığmaq var. 360 kamera ilə də 50.000 yürüyüşü var. Maşının zədəsi bir dənə, bax, bir hissələr, baxın, buracan təmiz, hamısı görürsünüz. 2 fara, bir bufer, bunu bildik. Amma indi gəlin maşın panorama, lükdür. Maşın bir dənə salonuna baxın. Elə bir adam oturmuyor da bunun salonuna. Buna baxın. Çox svejdir. Bir dənə, bax, burada belə, baba görürsünüz, bax, burada belə bir şey var, chartı var. Salon həqiqətən çox svejdir. Yeni nəsil zərətka başlıqları. Panoramik qara damla. Belə plazma, bul, messer, soyuducu, nə bilim daha, hər şeydə bir sözdən. Birkası da 19, 20.000-də 19 birka 11-ci ay. Yenə deyirəm, hamıya deyim, bilsinlər, çox adam çıxa bilər bu maşına görə. Amma mən bunu keçən dəfə 91.000 dirhəmə özüm oynamışam, vermədilər bunu. Getdim həmən qardaşa S-klası aldım, özü də qrupdadır, bugün aldım. Ona görə təxminən 26.000 dollar falan, 26.000 dollara da almaq olar. Deməli, əziz qardaşlar, bu da Hyundai Palisade 3.8 motor limited. Maşının bax, zədə hissəsi bir dənə budur. Qabaq farası qoyulub, qabaq buferi qoyulmalıdır. Distronikəsən yerindədir. Görürsünüz, bax, fara, bax, bu ikisi, bəlkə də içindədir, indi ona da baxacaq. Amma qabaq hissədə heç bir zədə falan bax, yoxdur. Görürsünüz, şiverlər, hamısı yerində. 3.8 motordur, head-updır. Qəşən maşındır ya, deyimsə, biləsiniz, bax, bu da belə nömrə ilə VIN kodu çəkdim, 360'ı da var, lük, sunroof, ikisi də axıracan, bunu elektron pribor, yekə monitor, rul qızdıran, soyudan, hər şey da. Qabaq bufer içində, indi böyle, bufer içindədir, qardaş. Bufer içində, far içində, aşağı deysən farası qırıqdır, yuxarı içindədir. Şunurlar içində. Maşallah, 7 yerdir, nədir, 8 yerdir ondan. Bu da bunun 24, bu da bunun
65'dən harca 17.500 dollardan çıxır. 2024 bir qaynandı. 51.700 mil yürüyüşü var. Çox gözəl maşındır. 3.8 motor. Buna hər qrup atacağım. Rusiyada yarayır. Mercedes i350 2021-ci il 2 motor 4 çəkəndir. 101.000 mildir. 11.500 44.500 dirhəm yəqin ki 12.000 dollar təxminən start qiymətdir. Maşında bax bu sunroofun bu hissəsi sınıb dəyişilir bu. Ön hissəsində gördüyünüz kimi bamperdə bir də kapotda əziyi var, yüngüldür. Şasiyə falan geyib çıxmayıb. 360 kamera, panoram dam. Dəri salon, airbag atıb 2 dənə yuxarılar, diz, sükan. Bunların da hamısını bərpa eləyib, hazırlayıb göndərəcəyik sizin üçün. Kimə lazımdır, kimə maraqlıdır, yoxlaya bilər maşını. 21-ci il maşının buraxılış ilidir. Nissan Kicks SR komplektasiya 2025 model 18.000 mil 7.500 dollar start qiymət maşına. Bir dənə fara alınacaq, bir dənə bumper. Bu girgir özü düzələcək. Bir də qapı alınmalıdır. Şasisində əziyi yoxdur maşının. Sol tərəfi tərtəmiz. Panoraması var, 360'ı var. Dəri salon parçayla kombin olunmuş. Bax belə bir gözəl maşın. Bu da maşının vinni. Nissan Rogue 2021-ci il 2.5 motor 122.000 mil probeglə maşın deməli başlayacaq 5.000 dollar start qiymət. Qabaq fara sınığı var. Deməli maşında 360 var, panorama dam var. Arxasında belə əziyi var. Bax buralar rənglənməlidir, düzəlməlidir. Bax gördüyünüz kimi belə bir işləri var maşının. Bunların da hamısını biz düzəldib sizə göndərə bilərik. Dəri salondur. Panoramanı görürsünüz. 360'ı da öz yerində. Full option. Start 5.000 dollar. Mercedes CLE 2026 model 1160 kilometr maşının yürüyüşü var. Avtomobil səliqəli, çox gözəl vəziyyətdə. Qəzası, vuruğu yoxdur. Bax, bir dənə burada yüngül belə bir batığı var. Bax, bu qapıda üzdən. Çox səliqəli, gözəl maşındır. Maşının start qiyməti başlayır 47.000 dollardan. Panoram dam, dəri salonu. Bax, təp-təzə maşındır. Hələ bu soyulmayıb üstündən. Kimə lazımdır, xəbər eləsin. Koreya maşınıdır, Koreya. 360'ına kimi var.